Eşq vilayəti. Gərək xəlifə ilə söhbət eləyib. Ona bildirməliyəm ki, Bağdad hazırda onun itayətində deyil. Abbasi sülaləsi də onu rədd eləyib və əmisi İbrahim Şəkələ rəhbər təyin olunub. Mən xəlifə ilə şəxsən söhbət eləməliyəm. Hər şeyi ona deməliyəm. Mən yəqin bilirəm ki, Fəzli İbn Səhil bütün xəbərləri xəlifədən gizlədir. Heç bir şeyi ona demir. Ərsəmə mənim göstərişimin əksinə olaraq Hicaza getməkdən boyun qaçırıb və Mərvə tərəf yola düşüb. Nəyə görə? Bilmirəm, sərvərim. Bilinmir niyə əmrə tabi olmur və onun məqsədi nədir? Zərər yoxdur. Biz özümüz ona məktub göndərib göstəriş verərik ki, əmri dərhal yerinə yetirsin. Amma sərvərim, əgər hər dəfə sərkərdələr sizin şəxsi əmrlərinizi gözləyib mənim göstərişimə əməl eləməsələr, onda əlimdən heç bir iş gəlməz. Səbirli ol, Fəzil. Sən həmişə mənə mətanətli, siyasətli və səbirli olmağı öyrətmisən. Bəs indi özün niyə belə əsəbləşmisən? Bir sərkərdənin kiçik bir qələti səni özündən çıxarıb. Hərsəmənin məsələsi başqalarına bənzəmir. O illərlə döyüşüb, atama və mənə böyük xidmət göstərib. Odur ki, bizdən xüsusi məhəbbət və mərhəmət gözləyir. Buna görə icazə ver bu müşkülü özümüz həll edək və onu əmrə tabi eləyək. Böyük xəlifə necə istəyirsə, elə də eləsin. Amma ümidvaram Hərsəmə bundan sonra itayətsizliyinin həddi hüdudunu bilər. Səncə bizim əmrimizdən də boyun qaçırar? Sizin əmrinizdən? Yox. O belə cürət eləyə bilməz. Neynirsən İbn Əbil? Qoy biz başqa yerdə yaşayaq. Bəs qadınlar? Amma bizim dostluğumuz öz qüvvəsindədir. Xudahafiz. Salamat. Nə xəbər var? Həsən Xaçpərəstin evinə gedib. Xəbərsiz? Bəli, gedək. Orada nə olub? Əvvələ səni görmək üçün əldən ayaqdan gedirlər. Əvvələ səni? Hə, ölüm ayağında olan Nəsrani ilə görüşə gedib. Nəsrani? Hardadır? Meydanın o tərəfində. Deyirlər, əvvələ sən saraydan tək çıxıb, küçə və bazarda cəmaatla xeyli söhbət eləyib. Nəsraninin ölüm ayağında olduğunu eşitdikdə onunla görüşə gedib. Gedək. Yarısı mənə və yarısı da onlara məxsusdur. Elə ki, bəndəm deyir, Bismillahirrahmanirrahim. Allah təbarəkü təala buyurur, bəndəm mənim adımla başladı. Mənə də vacibdir ki, onun istəklərinə əncam çəkim, işlərini bərəkətli eləyim. Elə ki deyir,
Elhamdülillahi Rabbil alemin buyurur. Bəndəm mənə şükr eylədi və bildi ki, ona yetişən bütün neymətlər məndəndir və ondan uzaq olan bəlalar da mənim qüdrətimdəndir. Elə ki deyir, Ər-Rəhman-ər-Rəhim buyurur, bəndəm şəhadət verir ki, mən bağışlayan və mehribanam və öz rəhmətimi bundan sonra daha da artıracam. Elə ki dedi, Maliki Yevmiddin, bizi qiyamət gününün sahibi bildi. Həmin gün mən onun əməllərinin hesabatını asanlaşdıracam və günahlarını bağışlayacam. Elə ki dedi, İyyâkə nə'budu, Allah təbarəkü təala buyuracaq, ey yerin göyün mələkləri, bilin ki, bu ibadətinə görə onu elə mükafatlandıracam ki, bütün ins cins ona qibtə eləsin. Elə ki, İyyâkə nəstəyin sözünü söyləyir, buyurur, bəndəm məndən kömək istəyir və mənə sığınır. Bilin ki, ona işlərində kömək eləyib, çətinliklərdə dadına çatacaq. Elə ki deyir, İhdinə sirâtel müstəqim, İhdinə sirâtel müstəqim. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Öldü. Atam öldü. O bu sözləri necə söylədi? Xaçı öpməyə taqəti yox idi, amma əlinizi sıxmaq üçün elə bil təzə can tapmışdı. O son anda Resul Xudanı görürdü ki, Həmd surəsini mənim dilimdən onun qulağına pıçıldayırdı. Bu onun əli idi ki, əlimi sıxırdı. O ki ömrü boyu imanlı Hristiyan olub. Dünyadan da əqidəli müsəlman kimi köçdü. Ey Ali Cənab insan, gördüklərimə inana bilmirəm. Amma gördüm. Sizdən xahiş eləyirəm. Vəfat eləmiş ərim üçün dua oxuyun. Salam olsun o günə ki, bu dünyadan köç bağlayıb əbədiyyət dünyasına qovuşdu. O bizim müsibət günümüzü əzizləyib, salam dua deyir bizim üçün. İsa İbn Məryəm də bu üç vaxtda özünə salam söylədi. Əssəlamu əleyyə yevmə vulidtu və yevmə əmutu və yevmə ub'əsu həyyə. Allah Teala Yahya'ya ehtiram gösterip buyurdu. Salam olsun İsa'nın doğulduğu güne. Eləcə də o günə ki, dəvətimizi qəbul elədi. Və o günə ki, yenidən ayağa qalxacaq.
yaxşı fürsət belə vaxtlardadır. Bu qədər adamın qabağında Gərək münasib bir vaxtı özümüzü ora yetirib, onun işini bitirək. Gedək. Şübhəsiz ki, Əbəlhəsənin də istəyi var. Mümkündür onun istəkləri sənlə mənim arzularıma oxşamasın. Amma hər halda neysə istəyir və məqsədi var və öz məqsədinə çatmağa çalışır. Elədir. Yaxşı, de görüm nədir? Nə istəyir? Var dövlət əhli deyil, hakimiyyət haqda düşünmür, vəliyyətliyimizi təhqir edib ondan boyun qaçırır, güclə qəbul etdirmək istəyəndə də şərt qoyur ki, dövlətin işinə qarışmayacaq, bəs məqsədi nədir? Axı nə istəyir? Gecə-gündüz fikirləşirəm ki, biz qəflətdə olarıq və o özünün gizli niyyətlərini həyata keçirər. Bir gündə gözümüzü açıb görərik ki, onun fədailərinin mühasirəsindəyik. Sərvərimin belə məsələlərə bu cür diqqətlə yanaşması məni sevindirir. Sən hamıdan yaxşı bilirsən ki, hakimiyyətə gəlmək üçün mənim başım nələr çəkib. Qardaşımın qanı bahasına başa gəlib. Hakimiyyətə görə öz xanedanımdan qırılmışam. Odur ki, mən onu heç bir qiymətə əldən vermərəm. Əlbəttə ki, olmaz. Mənə kömək elə. De, neyniyim? Onun ehtimal olunan xətərlərindən necə yaxa qutaraq? Sərvərim, mən də sizin kimi Əbəlhəsənin rəftar və əməllərindən nigaranam. Onun məqsəd və hədəfindən agah olmaq istəyirəm. Amma bu vaxta qədər bacarmamışam. İndi bu nəticəyə gəlmişəm ki, onu bu yolla tanımaq qeyri-mümkündür. Gərək Əbəlhəsənin zahiri hərəkətlərini nəzərə almayaq. Biz səy göstərməliyik ki, onun batininə yol tapaq və nəhayət onun arzu istəklərini öyrənək. Necə? Onun batininə axı necə yol tapa bilərik? Əlbəttə çətin işdir, amma qeyri-mümkün də deyil. Mən bir adam tapmışam ki, Əbəlhəsəni daha dərindən tanımaqda bizə yaxından kömək eləyə bilər. Kimdir o? Şam İbni İbrahim Əbəlhəsənin yaxın dost və tərəfdarlarından biridir. Bu şəxs onun arzu, istək və niyyətlərindən hamıdan çox xəbərdardır. Tanıdım. Onu Əbəlhəsənlə görmüşəm. O, möhtərəm xəlifəmizin Əli İbni Musə Rızaya hörmətindən agahdır və böyük sərvərimizin Allah bəyənən təkliflərini Əbəlhəsənin rədd eləyib boyun qaçırmasından heyrətləndiyi üçün bu işdə sizə kömək əli uzadır və əmin eləyir ki, müsəlmanların dünya və axirət saadəti naminə lazımi xəbərləri heç bir təmənna güdmədən bizim ixtiyarımıza çatdırmağa hazırdır. Allah razı olsun kişi. Allah xəlifədən razı olsun ki, bu cür səxavət göstərib, xilafəti öz sahibinə qaytarmaq istəyir. Mərhaba kişi. Dediyindən başqa niyyətim yoxdur. İndi də görüm Əbəlhəsən nə istəyir? Məqsədi nədir? Bütün bu neçə ildəki onunlasan, nə haqda düşünüb? Fəqət Əli haqda. Dedim nə haqda? Demədim kim haqda? Əli onun üçün hər şeydən və hər kəsdən üstündür. Dünya və axirət Əliyə məhəbbətinə bağlıdır. Əlinin ədalətini qurmaq yeganə məqsədidir ki, Əli İbni Müsərzə ona görə yaşayır və nəfəs alır. Əlinin hökumətini? Bəli. Deməli, hakimiyyət haqda düşünür. Elə bir hakimiyyət ki, Allahın hökmünü həyata keçirsin və Mühəmmədin şəriətini yaysın. Bəs niyə xilafəti qəbul eləmədi? Niyə vəliyyətliyi qəbul eləməkdən bu cür çəkinir? Elə məsələ burasındadır ki, sərvərim,
Əli İbn Müsərza hazırda yalnız cəmaat haqda düşünür və onların mənəvi tərbiyəsini Əli hakimiyyətinin qurulmasında ilk şərt sayır. Və sən onunla razı deyilsən. Əlbəttə ki, razıyam. Sadəcə mənlə o Ali-Cənabın fərqi yalnız məqsədə çatmağın yolundadır. Mənim fikrimcə indi zamanə dəyişib və Əli İbni Əbi Talibin zamanəsindən tamamilə fərqlənir. Mən deyirəm, yaxşı olar Əli İbni Müsərza əvvəl hakimiyyətin özü haqda düşünsün. Elə ki, baş tutdu, sonra cəmaatın tərbiyəsini fikirləşsin. Fəqət fərqimiz bu məsələdədir. Buna görə də mən xəlifənin buyurduğu bu təklifi çox bəyənirəm və onu cəmi müsəlmanların dünya və axirət saadətinə çatmasında ilk addım hesab eləyirəm. Həzir, qarşımızdakı çox ağıllı və tədbirli şəxsdir. Yaxşı olar ki, göstəriş verəsən, bundan sonra da biz Huşam ibn İbrahimlə daha tez-tez görüşüb, məsləhətlərindən bəhrələnək. Əlbəttə, sənlə mən belə söhbətin qədrini bilməliyik və açıq söhbətinə görə onu mükafatlandırmalıyıq. Salam. Salam əmir. Fəzl hardadır? Gəlir. Nə hadisə baş verir? Hadisə? Bilmirəm. Fəzlin adından xəbər gətirdilər ki, yubanmadan səfərə hazırlaşır. Nə bilim. Cəmaat Əbəl Həsənin sözlərini eşitmək üçün məscidə doluşur. Nigaranam. Bilirsən də Əli ibn Osmanla Davudun şəhərdə olması. Daha nigaran olmaya bilərsən. Çünki bu andan etibarən boynunda daha belə bir məsuliyyət yoxdur. Xəlifənin göstərişi ilə Əli ibn Musa Rızanın evinin qorunması başqa bir adama tapşırılır. Başqa adama? Kimə? Dostlarından birinə. Hansına? Sənə çox lazımdır. Yox, amma... Mən bilirəm kimə. Huşam ibn İbrahimə. Düzdür? Sən gərək yubanmadan xəlifənin məktubunu hərsəməyə çatdırasın. Düzdür? Çox mühüm məktubdur. Gərək şəxsən hərsəməyə çatdırıb, mütləq cavabını gözləyəsən. Düzdür? Bəli, düzdür. Bilirdim. Bilirdim ki, o kişi öz ağasına hər işdə xəyanət eləməyə hazırdır. Deyəsən, belə hazırlığı olan təkcə o deyil, Azərdoxt. Sən mənim ağam deyilsən, Fəzil. Ərimsən. Elədir. Amma sən mənim arvadım olmazdan əvvəl köməkçim və məsləhətçim idin. Sən hər bir işdə həmişə öz kömək əlini mənə uzadırdın. Çünki bizim hər ikimizin məqsədi bir idi. Elə deyil? Elədir. İndi nə olur? Nə baş verir axı? Əbəl Həsən bu şəhərə ayaq basandan sonra niyə hər şey alt üst olub? De, niyə biz bir-birimizi daha başa düşə bilmirik? Çünki görürəm qarşıda səni böyük bir xətər gözləyir. Bəs onda niyə kömək eləmirsən ki, bu xətəri aradan götürüm? Bacarmıram. Bacarmırsan ya istəmirsən? İstəmirəm çünki bacarmıram. Və bacarmıram çünki istəmirəm. Deməli istəmirsən. Görürsən, əmir, məqsədimizə çatmaqda daha bizə kömək eləmək istəmir. Bu həmin o qadındır ki, ən çətin anlarda belə mənim köməkçim olub. İndi də arzularımızın bir neçə addımlığında olduğumuz bir vaxtda bizi tək qoyub Əli İbni Musa Rızanın tərəfdarlarına qoşulub. Mən səni tək qoymamışam, Fəzil. Sənin gələcəyinlə bağlı qorxudur məni belə pərişan eləyən. Mənim gələcəyimdəki qorxu ya onun? Sənin gələcəyindəki, onun gələcəyi yoxdur. Onun gələcəyi elə bugündür. Fəzil, gəl başa düş.
Sən həmişə mənim zəkalı olduğumu ehtiraf eləmişsən. İndi həmin uzaq görənlikdir ki, sənə xəbərdarlıq eləyir və səni Əbəlhəsənlə düşmənçilikdən çəkindirir. Görəndir, gör. Bu evdə naməhrəm var. O bizim sirrimizi bilməməlidir. Buyurun gelin. Gelin kardeş. Geçin. Gelin. Buyurun. Hoş geldiniz. Geçin. Geçin. Dayanın. Durun orada. Gözətçilər burada neyindir? Görmürsünüz, keşiyə durublar ki, xəlifənin bəriyyətinin yaşadığı evi mühafizə eləsinlər. Kimin göstərişi ilə? Fəzil İbni Səhlin göstərişi ilə. Ne olur? Burada ne baş verip? Heç bir şey. Əgər Əbəlhəsən deməmişdi ki, mənzilimin ətrafında heç bir gözətçi görmək istəmirəm? Elədir. Amma mənim fikrimcə bu göstərişin icrası o vaxta qədər qüvvədə idi ki, Əli İbni Müsərzanın heç bir vəzifəsi yox idi və yalnız xəlifənin qonağı idi. Nə xəbərdir? Hara gəlirsiniz? Qapını bağlayın, heç kimi bura buraxmayın. Artıq vəziyyət tamamilə başqa cürdür. Bugün daha Əli İbni Müsərza təhcə özünə bağlı deyil. Artıq müsəlmanların gələcəyi onun mübarək vücudundan asılıdır. Elə buna görə də hökumət daha onun canının qorunmasına etinasız yanaşa bilməz. Hətta Əbəlhəsənin özünün razılığı olmasa belə. Gərək əmri tapıb, ona deyək ki, bu gözətçiləri buradan çıxartsın. Gedəyin. Faydası yoxdur. Yaxşı olar biləsiz ki, bugündən əmirin heç bir məsuliyyəti yoxdur və imamın evini qorumaq artıq başqasına tapşırılıb. Nə demək istəyirsən? Demək istəyirəm ki, xəlifənin göstərişi ilə vəliəhdin qorunması vəzifəsi Əbəlhəsənin vəfalı və sadiq dostlarından birinin öhdəsinə qoyulub. Uşaq, olmaya demək istəyirsən, Düz fikirləşmisiniz. Demək bu gözətçilər də sənin göstərişinlə gəlib? Dedim axı, Əbəlhəsənin canının qorunmasına etinasız olmamalıyıq. Əmir, bu Şam deyirsən? Doğru deyir. Mən burada daha heç bir məsuliyyət daşımıram. Amma əmir, sən ki yaxşı bilirsən Əbəlhəsənlə göstəriş verib. Mənlə bu haqda danışmayın. Mən səfərə gedirəm. Bilin ki, hər bir pis əməlin nəticəsi ağır cəza və hər bir yaxşı əməlin nəticəsi gözəl mükafatdır. Dünyada hər hansı bir şey haqda eşitmək onu görməkdən üstündür. Ahirətdə isə hər hansı bir şeyi görmək o haqda eşitməkdən üstündür. Ən yaxşısı isə odur ki, gördükləriniz haqda eşidəsiz və sizdən gizli olan şeylərdən xəbər tutasınız.
Bu dünyandan kəsib axirətinə calamaq, axirətindən kəsib bu dünyana calamaqdan yaxşıdır. Bu dünyada var dövləti başından aşan o qədər adamlar olub ki, axirətdə əli boş qalıblar. Və bu dünyada var dövlət sarıdan kasadlıq çəkən o qədər insan olub ki, axirətdə çox böyük səvab sahibi sayılır. Sizə rəva gördüklərim, görmədiklərimdən halal buyurduqlarım haramlardan qat-qat çoxdur. Odur ki, çoxun xatirinə azdan uzaq olmağa çalışın. Əmir, nə baş verib? Məndən heç nə soruşma. Tanrının sizə bəxş elədiyi neymətlərin xatirinə haram buyurulanlara əl uzatmayın. Allah bütün bəndələrinin ruzusu üçün zamindir və siz də təklif olunan vacibata əməl eləməlisiniz. Nə badə vacib buyurulan əməllərin hesabına ruzu dalınca qaçasınız. Əcəl həmişə qəfil gəlir və ondan qorxun ki, itirilmiş ruzunu nə vaxtsa tapmaq olar, əcəli qaytarmaq isə mümkün deyil. Odur ki, Allahdan qorxun və bu dünyadan müsəlman kimi köçün. Yəbnə Resulillah, sualım var. Əyləş, əyləş. Qoyun sözünü desin. İcazə verin, yaxın gəlim. Qoy hamı məni görsün və sualımı eşitsin. Gəl qardaş, gəl. Hamı səni gözləyir. Sualım budur. Sən özünü Peyğəmbər evladı sayırsan və belə gözəl söhbətlərlə cəmaatı bu dünyaya bağlamaqdan çəkindirərək həmişə axirəti cəhənnəm əzabını xatırladırsan. Və sözün nəyə görə vətənini tərk eləyib Mərvə gəlmisən və bu zalım tayfanın vəliəhliyini qəbul eləmisən. Doğrudan da cavabımı eşitmək istəyirsən? And olsun Allaha ki, bunu istəyirəm. Mən uzaq yoldan gəlmişəm və belə bir sözü burada, özü də bu cəmaatın qabağında söyləməyin nəticəsini də yaxşı bilirəm. Heç bir çarəm yoxdur. İstəyirəm sualımın cavabını şəxsən öz dilinizdən eşidəm. Amma bilirəm ki, qane edici bir şey deməyəcəksən. Deməli elə həmin yəqinlik səbəb olub ki, qabaqcadan məni ittiham eləyirsən və əbanın altında xəncər gizlədirsən. Dayanın! Hər kimi ki bu sual düşündürür və cavabını eşitmək istəyir, mənimlə gəlsin.
Gördün Əmir? Gördün Əbəl Həsən nə elədi? Bəli, gördüm. Bəs niyə bu kişinin sualına cəmaatın qarşısında cavab vermədi? Çünki heç kimi belə sual düşündürmürdü. Şayet ona görə ki, hələ münasib fürsət gözləyir. Bəlkə də hələ vaxtı deyil. Bəlkə hələ yeri deyil. Əmir, əgər səni də bu sual düşündürürsə, Əbəl Həsənlə gedib cavabını eşidə bilərsən. Yox, sualım yoxdur. Mən əskərəm, vəzifəm də əmirlərə tabi olmaqdır. Vaxtım yoxdur belə məsələlər haqda düşünəm. Salamat qal. Əmir, tərslik eləmə. Kimdən qaçmaq istəyirsən? Əbəl Həsəndən, yoxsa özündən? Getməliyəm. Əmir, Sən? Bu kişi Əbəl Həsəni öldürmək istəyirdi. Çəkilin kənara. Gəlin. Əbəl Həsən bu kişini sənə tapşırdı və buyurdu ki, onu hər şeydən qoruyasan. Mənə? Buyurdu, əmrə de. Bu kişi saraydan sağ-salama çıxmalıdır. Gəl. Əmir. Bu kişi kimdir? Xəbər gətirəndir. Fəzilə təcili deyiləsi çox mühüm məlumatı var. Mən onu tanımıram, icazə verə bilmərəm. Yaxşı, nə olar? Amma geciksə bil ki, günah səndədir. İstəmirəm başım ağrısın. Lap yaxşı. Gedək. Bu kişini sağ-salamat şəhər darvazasından çıxarın. Gedin. Dayanın. Sözüm var. Bilmək istəyirəm, Əbəl Həsən sualının cavabında nə dedi? Əbəl Həsənin dostlarındansa? Yox, deyiləm. Dedi, sözlərimizi əmanət olaraq sənə tapşırırıq. Onları yadda saxla və lazım adamlara deyil. Çox gözəl. Anladım nə deyirsən.
Daş get. Amma görürəm ki, bu sözü sənə söyləmək olar. Odur ki, mənə söylədiklərini sənə deyə bilərəm. Buyurdu, Məni güclə Mədinədən Mərvə gətiriblər və bu vəzifəni zorla boynuma qoyublar. Amma mən Yusif kimi eləmədim. O məsum peyğəmbər olaraq Misirin əmirindən xahiş elədi ki, onu öz xəzinədarı qoysun. O istədi, mənsə istəmədim. O peyğəmbər idi, mənsə inanmadım. Məmun da Misirin əmiri kimi deyil. Misirin əmiri müşrik idi. Məmunsa dili ilə kəlmə-i şəhadət deyir. sonra buyurdu. Səbr eləsən, görəcəksən ki, bu işin nəticəsi olmayacaq.